açıqlamalar və bəyanat elədilər ki, biz Amerikanın gəmilərini hədəf alacağıq. Zərər vuracaq, ciddi bir zərər vuracaq gücdədirlərmi? Nə edə bilər proksilər? Əskərin ayağı dəyməyən torpaq işğaldan azad oluna bilməz və yaxud işğal oluna bilməz. Raketlərin atılması, bu hava müharibəsinin davam etdirilməsi, quru əməliyyatının keçirilməsi, həyata keçirilməsə, tam üstünlük əldə olunmayacaq. Bax, əsas proseslər burada baş verəcək. Buna da bir sualla cavab verirəm. Amerika Afqanistanda nəyə nail oldu? Amerika Livanda, Suriyada, İraqda nəyə nail oldu? O ki qaldı, İranda da nail olsun. Ərazi böyük, ahali çox, döyüşən istəyi olan insanlar çox, belə desə, mücahidlər. Və bu müharibənin sonraki bir ayı tam başqa bir gedişlə dəyişə bilər. Şəkildə təhlilləriniz üçün dəvətimizdə qəbul edib gəldiniz. Biz məhz İran, İsrail gərginliyi, həmçinin Amerika Birləşmiş Ştatlarının münaqişəyə qoşulmasını geniş şəkildə, əlbəttə ki, müxtəlif istiqamətlərdə təhlil etdik. Söhbət hərbi müstəvidən gedirdi. Araşdırmamız var, onunla davam etmək istəyirik. Bu Fordo əməliyyatı uzun müddət İran, Amerika Birləşmiş